Salam, hər vaxtınız xeyirli olsun, hörmətli auditoriya dinləyiciləri. Mən Əhmədova Təranə Sayət qızı, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Maliyyə və Mühasibat kafedrasının müəllimi. Bugün mən sizə bank işi fənnindən bankların aktiv əməliyyatları adlı mövzunun mühazirəsini deyəcəm. Mühazirəyə aid plan hazırlanmışdı. Ekranlarda siz bunu görürsünüz. Plana uyğun slaydlar verilmişdir və sonda deməli ədəbiyyat siyasi ilə sizi tanış edəcəm. Ümumiyyətlə bankın aktiv əməliyyatları bu gündə, dünəndə, hər dövrdə belə deyək, ən aktual və qlobal əməliyyatlar sayıldığı üçün son yeni ədəbiyyatlarda daha geniş, daha müasir əməliyyat növlərindən istifadə olunduğu üçün müəlliflər aktiv əməliyyatlar, daha doğrusu bankın ümumiyyətlə əməliyyatları barəsində istər aktiv, istər passiv, istər aktiv-passiv əməliyyatlar deməli haqqında mütəmadi olaraq yeni deməli dərsliklər buraxırlar. Və mən sizə bunlardan istifadə etmək üçün belə deyək, məsləhət verirəm, xahiş edirəm daha doğrusu. Çünki istər maliyyə, istər mühasibat ixtisası üzrə oxuyan tələbələrdə ən çox bank deməli sahəsində işləməyə meylləri mən hiss edirəm və ona görə də elə, yəni belə deyək də, nəzəri biliklərinizi artırmaq üçün və gələcəkdə müəssisələrdə, bankın özündə çalışmaq üçün indidən, yəni bazanızı möhkəmləndirməyi tövsiyə edirəm. Plan üzrə birinci sualımız bank əməliyyatlarının mahiyyəti və onun formalarıdır və bir qədər ümumi məlumat verdikdən sonra aktiv əməliyyatlar, onların mahiyyəti, tərkibi, növləri barəsində mən sizi məlumatlandıracağam. Ümumiyyətlə bankların aktiv əməliyyatlarından danışanda birmənalı olaraq müəyyən gəlir əldə etmək üçün öz vəsaitlərini, yəni banklar öz xüsusi vəsaitlərini və eyni zamanda cəlb edilmiş vəsaitləri kredit formasında deməli istifadə etməsi nəzərdə tutulur. Aktiv əməliyyat dedikdə birmənalı olaraq, yəni bankın gəlir götürməsi, mənfəət əldə etməsi və sonra isə bu əməliyyatlardan sonra cəlb etmək, belə deyək də, depozitləri cəlb etmək, yerləşdirmək və ondan sonra suda vermək, müəyyən müddətdən sonra faizlə birlikdə geri qaytarmaq yolu ilə həyata keçirilən əməliyyatlar nəzərə alınır. Bankların apardığı aktiv əməliyyatları aşağıdakı qruplara ayırmaq olar. Birinci əməliyyat kimi kredit əməliyyatı, deməli, kredit əməliyyatlarının nəticəsində bankın kredit portfeli formalaşır. Daha sonra investisiya əməliyyatlarının adını çəkə bilərik. Slaydda siz bunu aydın görürsünüz. İnvestisiya əməliyyatları nəticəsində banklar qiymətli kağızlarla apardığı müxtəlif əməliyyatlardan istifadə edirlər və beləliklə də investisiya portfelini formalaşdırırlar. Növbəti əməliyyat kassa əməliyyatıdır. Bu əməliyyatlar nəticəsində banklar öz müştəriləri ilə deməli nağd pul hesablaşmalarını apara bilirlər. Hesablaşma əməliyyatlarının adını çəkə bilərik. Banklar müştəriləri ilə və yaxud digər təşkilatlarla iqtisadiyyatda baş verən bütün deməli maliyyə hadisələrini hesablaşmalar vasitəsilə istər nağd, istərsə nağdsız şəkildə olan hesablaşmalar vasitəsilə aparırlar. Digər aktiv əməliyyatlar, yəni vaxtında bankın keyfiyyətcə icrasını təmin edən, deməli uyğun infrastrukturun yaranması ilə əlaqədar olan əməliyyatlardır. Mərkəzi bankın aktiv əməliyyatlarına gəldikdə isə
Mən əvvəlki dərslərimizdə də bir qədər buna toxunmuşdum. İndi bir daha yadınıza salmaq istəyirəm ki, Mərkəzi Bankın apardığı aktiv əməliyyatlar kommersiya banklarının apardığı əməliyyatlardan əhəmiyyətli dərəcədə fərqlənir. Dediyimiz kimi, Mərkəzi Bank deməli banklar bankıdır və digər nəzdində olan, daha doğrusu tabeçiliyində olan kommersiya bankları üçün o bir sıra aktiv əməliyyatları deməli tövsiyə edir. Bunlardan birincisi uçud suda əməliyyatlarıdır. Yəni dediyimiz kimi Mərkəzi Bank haqqında olan mühazirədə mən bunun haqqında sizə danışmışdım. Digər bankların uçud və faiz dərəcəsi Mərkəzi Bank tərəfindən təyin olunur. Sonra nəzərinizə çatdırım ki, uçud əməliyyatları zamanı bank tərəfindən dövlətdən və banklardan veksellərin alınması nəzərdə tutulur. Mərkəzi Bank kommersiya banklarının öz müştərilərindən aldığı vekselləri onlardan satın alır. Ona görə də belə əməliyyat veksellərin təkrar hesablanması adlanır. İkinci əməliyyat qızıl və xarici valyuta ilə aparılan əməliyyatlardır. Deməli, mühazirəmizin plan üzrə ikinci sualı kreditin funksiyaları, kreditləşmənin prinsipləri və metodlarıdır. Yəni kredit haqqında bizim ayrıca mühazirəmiz olacaq. Biz bu barədə geniş danışacağıq. Lakin aktiv əməliyyatlar sırasında, kommersiya banklarının aktiv əməliyyatlar sırasında kredit əməliyyatı məhz birinci yerdə durduğu üçün bu mühazirədə ona bir qədər geniş yer verməliyik. Və gəlin kredit əməliyyatlarını təhlil edək. Yəni, su da götürənlər arasında, mən slaydı açıram, indi slayd üzrə mən bunları sizə çatdıracağam. Diqqətiniz slaydda olsun. Yəni, su da götürənlər qismində bildiyiniz kimi fiziki və hüquqi şəxslər çıxış edirlər. Əsasnaməyə uyğun olaraq kreditlər əsasən investisiya fəaliyyəti üçün verilir. Bank tərəfindən verilən kreditlər borçlunun vəsaitə olan tələbinin uçotuna, pulun vaxtında qaytarılmasını təmin edən, yəni prinsiplərə əsaslanır və kreditin deməli öz tərifində də biz bunu açıq-aydın görürük ki, kredit istifadəsinə görə və faizi qaytarılmaq şərti ilə bank tərəfindən kreditor tərəfindən debitora təqdim edilən borc vəsaitidir. Bank kreditləri, yəni bank bu vəsaitləri deməli öz çərçivəsində verməyə məcburdular. Yəni cəlb edilmiş vəsaitlərin həcminə və vaxtına görə balanslaşdırmanı həyata keçirirlər. Yəni belə deyək də, bankların pasiv əməliyyatlarından aktiv əməliyyatların deməli həyata keçirilməsi əhəmiyyətli dərəcədə asılıdır. Nə qədər deməli cəlb edilmiş vəsaitlər yerləşdirilə bilirsə və onun əsasında isə deməli kredit əməliyyatlarını balanslaşdırmaq mümkündür. Kreditin rolu istər iqtisadiyyatda, istər əhali və dövlət arasında onlara tətbiq olunmasından asılı olaraq müəyyənləşdirilir. Mən bunu sadə dildə sizə izah edim. Yəni, hər birimiz əmtələrin nisyə satılmasından istifadə edirik, məhsul istehsalı və satışın fasiləsizliyinin təmin edilməsi və bununla da istehsalın genişləndirilməsi, əsas fondların artırılması, məhsuldar qüvvələrin inkişafı məhz bildiyiniz kimi, bayaq dediyim kimi istifadə etdiyinizə görə özünüz şahidsiniz. Deməli, kreditin sayəsində baş verir. Lakin kreditin belə deyək, kreditin də özünə məxsus öz funksiyaları vardır və bu funksiyalar mən indi sizin yadınıza salım, yenidən bölgü
Bir dəqiqə slayda da baxaq. Yenidən bölgü, sonra əmtəə dövriyyəsi, kapitalın təmərküzləşdirilməsinin sürətlənməsi, tədavül xərclərinə qənaət və deməli elmi texniki tərəqqini sürətləndirilməsi üçün deməli tətbiq olunan funksiyalardır. Deməli sualımızda kreditlərin funksiyaları ilə əlaqədar həm prinsipləri, metodları və kreditləşmə prosesindən də deməli söhbət gedir. Qısaca olaraq nəzərinizə çatdırmaq istəyirəm ki, kreditləşmə prosesi ilk öncə potensial borcalanın kredit müqaviləsinə baxılması ilə başlayır. Daha sonra kredit qabiliyyətinin təhlili məsələsinə baxılır. Sonra bunlar deməli bəyənildikdən sonra sonrakı mərhələdə yenidən kredit müqaviləsinin tərtib olunması, kreditin sənədləşdirilməsi, şərtlərin yerinə yetirilməsi haqqında deməli sənəd imzalanır. Daha sonra bankın aktiv əməliyyatlarından danışarkən sırf biz kassa əməliyyatlarının adını çəkdik. Kassa əməliyyatları deməli nağd vəsaitlərin qəbulu və verilməsi üzrə olan əməliyyatlardır. Yəni ilk öncə banka biz daxil olanda gözümüzə önünə gələn deməli belə deyək xüsusi qurğu kassa sahəsidir və kassir bu əməliyyatları yerinə yetirmək üçün belə deyək də müvəkkil olan şəxslərdir, mütəxəssislərdir. Kassa aparatı, kassir, onlar deməli kassa qovşağının əsas mütəxəssisləridir. İnkasator kassada olan pulu deməli olduğu yerdən təyinatı üzrə aparan mütəxəssisdir. Daha sonra deməli bizim investisiya əməliyyatlarımız, aktiv əməliyyatlar sırasında əhəmiyyətli yer tutan deməli investisiya əməliyyatlarından bir qədər danışaq. Bank tərəfindən öz vəsaitlərinin müştərək maliyyə, təsərrüfat və kommersiya məqsədi ilə qeyri-bank strukturlarla qiymətli kağızları və paylarına yatırılması əməliyyatıdır. Yəni investisiya əməliyyatı bir mənalı olaraq yatırım mənasını daşıyan əməliyyatdır. İnvestisiya haqqında siz digər fənlərdə də, maliyyədə, korporativ maliyyədə və sair fənlərdə, pul banklarda, maliyyə bazarlarında məlumatlısınız artıq. Amma burada aktiv əməliyyatların sırasında investisiya haqqında yəni məlumat vermək mənim borcumdur. Hamınız bilirsiniz ki, gəlir götürmək məqsədi ilə pul vəsaitlərinin uzun müddətli qoyuluşu nəzərdə tutulur və onlar birbaşa real aktivlərə qoyulan, yəni istehsal investisiyası, deməli portfel, daha sonra portfel investisiyası, istiqrazlara və qiymətli kağızlara qoyulan maliyyə vəsaitləri nəzərdə tutulur. Sonra real investisiya daşınmaz əmlaka, avadanlıqlara qoyulan maliyyə vəsaitidir. Daha sonra yəni layihə şəklində verilmiş kreditlərlə izah olunan deməli investisiyalardır. Deməli aktiv əməliyyatlar sırasında biz daha sonra slayda diqqətlə baxsaz bu barədə deməli bunun təqdimatını görəcəksiniz. Fond əməliyyatlarını sadalaya bilərik. Yəni fond əməliyyatları birbaşa olaraq qiymətli kağızlarla aparılan əməliyyatlardır. Öz növbəsində fond əməliyyatları iki hissəyə bölünür. Bunlardan birincisi veksellərlə aparılan əməliyyatlardır. İkincisi fond birjalarında qiymətlənən qiymətli kağızlarla aparılan əməliyyatlardır. Daha sonra aktiv əməliyyatlardan biz söhbət açarkən zəmanət əməliyyatlarının adını çəkə bilərik. Bu nədir? Zəmanət əməliyyatları
bank tərəfindən müəyyən hadisənin baş verməsi zamanı müştərinin üçüncü şəxsə borcunu ödəməsi haqqında zəmanətin verilməsi üzrə deməli əməliyyatlardır. Yəni üçüncü şəxsə verilmə belə deyək, bank riskinin özünü sığortalaması hadisəsi kimi qiymətləndirilir. İstənilən deməli hadisələr bank tərəfindən belə deyək, aparılan əməliyyatlar, istər kredit əməliyyatı, likvidlik əməliyyatı, kommersiya əməliyyatı, bunlar yəni sığortalanmalıdır, zəmanəti verilməlidir. Sonra risklərdən danışmışkən mən sizə risk səviyyəsində deməli aktiv əməliyyatların xarakterindən danışarkən qeyd etmək istəyirəm ki, risk səviyyəsindən asılı olaraq həm riskli, həm də qeyri-riskli əməliyyatlarda mövcuddur. Bu nədir? Bunlar əsasən vəsaitlərin yerləşdirilməsi xüsusiyyətindən asılı olurlar. Birinci dərəcəli deməli əməliyyatlar və yaxud ikinci dərəcəli əməliyyatlar və ola bilər ki, investisiya əməliyyatlarına aid olsun. Mən yenə də demək istəyirəm, aparılan istənilən əməliyyatların risk səviyyəsi, yəni ölçülür. Daha sonra gəlirlilik səviyyəsindən asılı olaraq gəlir gətirən əməliyyatlar və yaxud gətirməyən əməliyyatlar, bunlar hamısı bankın əməliyyatları sırasında öz yerlərini tutmuşdur. Birinci dərəcəli əməliyyatlar vəsaitlərin müxbir hesablarda kassada yerləşdirilməsi ilə müştərilərə deməli bank sudalarının verilməsi ilə deməli əlaqədar olan əməliyyatlardır. İkinci dərəcəli əməliyyatlar bank vəsaitlərinin şəxsi kağızlar portfelinə, əsas fondlara yatırılması və sair şəkildə fəaliyyəti ilə deməli nəticələnir. Daha sonra mən sizə gəlir gətirən əməliyyatlar sırasında yüksək gəlirli və yaxud aşağı gəlirli, sabit gəlir gətirən və qeyri-sabit gəlir gətirən əməliyyatların adlarını çəkə bilərəm. Gəlir gətirməyən əməliyyatlar isə nağd pulla aparılan əməliyyatlar, nöqtə hesabı üzrə Mərkəzi Bankın ehtiyat fonduna köçürülmələr üzrə deməli faizsiz sudaların verilməsi, sudanın vaxtının uzadılması, möhlət verilməsi üzrə olan əməliyyatlardır.